Havaların yavaş-yavaş isinməsi vətəndaşların qazlı və sərin içkilərə tələbatını artırır. Bəziləri şəkərli sulardan hər gün istifadə etdiyi üçün bunu vərdiş halına gətirir. Lakin nəzərə almaq lazımdır ki, həmin içkilərin istehlakı qidalanma və sağlamlıqla birbaşa əlaqəlidir. Sərinləşdirici effekt vermək üçün bu növ sularda karbon dioksitdən istifadə olunur. Tərkibində su, şəkər, şəkər əvəzləyiciləri, turşular, meyvə şirəsi, dadlandırıcılar, rəngləndiricilər və uzun müddətli saxlamaq üçün lazımi maddələr də daxil edilir. Gündəlik 1-2 qutu qazlı içki qəbul edən şəxslərin ikinci növ şəkərli diabet və metabolik sindrom riski 26%-ə qədər yüksəlir. Bu növ suların qəbulu zamanı orqanizm şəkəri sürətlə qana ötürür. Nəticədə insulin ifrazı artır. Eyni zamanda qazlı içkilər susuzluq hissini aradan qaldırmır. Əksinə bədəni daha da susuzlaşdırır. Tərkibindəki turşular və şəkərin yüksək olması nedeniyle diş minasını zədələyir və kariesə, çürüklərə gətirib çıxara bilir. Tərkibindəki asidin yüksək miqdarda olmasına görə mədə turşuluğunu artırır, mədə xorası, qastrit, reflux xəstəliyini gətirib çıxara bilir. Çox miqdarda tükətildiyində, xüsusilə ürək-damar xəstəliklərində ürək xəstəlikləri riskini artırır və təzyiqin artmasına gətirib çıxara bilir və tərkibində kafein olduğuna görə açılıq yarada bilir. Təhlükəli təsirlərdən biri də piylənmədir. Orta hesabla bir stəkan qazlı içkidə təxminən 120-150 kalori olur. Bu kalori də yalnız boş enerjidir, yəni qida dəyəri olmayan, amma çəki artımına səbəb olan enerji. Hər qram şəkərin 4 kalori verdiyini nəzərə alsaq, bu içkilərin nə qədər zərərli olduğunu anlamaq çətin deyil. Xüsusən də qazlı içkilər fast foodla birlikdə istehlak edildikdə çəki artımı daha sürətli baş verir. Yəni bu içkilər yüksək enerji versələr də orqanizmə faydalı qida maddələrini təmin etmir və toxluq hissi yaratmır. Nəticədə insan əlavə qida qəbul etməyə davam edir və bu gündəlik kalori balansının artmasına səbəb olur. Maye şəkərin qəbulu bərk qidalardan fərqli olaraq daha sürətli həzm olunur və bu da yağ yığılmasını sürətləndirə bilər. Xüsusilə qarın nahiyəsində piylənmə ilə qazlı içkilər arasında əlaqə bir çox elmi araşdırmalarda təsdiqlənmişdir. Nəticə itibarilə qazlı içkilərin müntəzəm istifadəsi həm metabolik xəstəliklərin yaranma riskini artırır, həm də artıq çəki və piylənməyə zəmin yarada bilir. Uşaqların qazlı içkilərdən istifadəsi həm onların fiziki, həm də psixoloji inkişafında geriləmələrə yol açır. Mütəxəssislər bildirirlər ki, sağlam və balanslı orqanizm üçün şirin, qazlı suları rasiondan çıxarılmalıdır. Xüsusən azyaşlılara su, təbii meyvə şirələri verilməlidir.